Ətli bilinçik hazırlayıram. Buzluq üçün hazırlıq edirəm. Biraz orada da soğanı doğramışam xırda-xırda. Burada əti qovururam. Bilinçik işini bitirdim qızlar. Qızım üçün də 3-4 dənə qızardıram. Qalanı da atdım buzluğa. Bilincik də bitdi, mən də bitdim. Yəni buralar da belə indi yığışdıracağam. Hamısını burada da belə taxtanın üstündə bükmüşəm. Mən həmişə 2 taxtadan istifadə edirəm. Bunda soğan filan, nə bilim, tərəvəzləri eləmək üçün. Bunda da nəsə, nə bilim, yarpaq bükəndə, bilincik bükəndə, limon doğrayanda belə istifadə edirəm. Yoruldum. 3-də də qızımı hazırlığa aparacağım. Gəlib buraları toparlayacağım. Burada isə gördüyünüz kimi toyuq doğrayıram. Həmişə açılmış toyuq alıram və belə doğrayıb buzluğa yığıram. Dərisini də təmizləyirəm, çünki bizdə dəri heç kim xoşlamır. Mən özüm də sevmirəm dəri ilə. Düzdür, əvvəl yeyirdim, amma indi heç sevmirəm, qanadını demək olar. Qalan onu da yəqin dərisinə görə yemirəm, amma indi görəcəksiniz əlimi, barmağımı necə kəsəcəm. Yəni tam da burada barmağımı kəsirəm və elə fikirləşirəm ki, dərin kəsməmişəm, başlayıram toyuğu doğramağa davam edirəm. Amma görürəm ki, yox, qanı dayanmır. Sonra su vururam, biraz belə basıram üzərindən ki, bəlkə dayanar, yenə də dayanmır və görürəm toyuq da qana bulaşacaq. Ona görə salfetka ilə belə bastırıram. Qızlar, mən də xaladenik buzluq hissəsi, yəni balaca olduğuna görə buzluq işlərini çox görə bilmirəm, amma çox xoşlayıram buzluq üçün nələrsə hazırlamağı, kotletlər, nə bilim, dolmalar, belə toyuğu doğrayım, marinə edib qoyum. Bir həftəlik hazırlıq görürsüz bir gündə, amma bir həftə rahat olursunuz. Həm qonaq gələndə hazır yeməyiniz olur, həm Ramazan üçün, indi Ramazan ayıdır, çox əlverişlidir, nə bilim, düşbərə hazırlayıb qoymaq olar, çünki iftarda sulu yemək də lazım olur, belə kotletlər filan, hər şey hazırlamaq olar, amma dediyim kimi buzluq hissə balaca olduğuna görə mən çox da bir şeylər yığa bilmirəm. İnşallah ki, xaladeniki dəyişsəm, daha çox buzluq üçün nələrsə hazırlayacağam. Bəs siz buzluq üçün nələrsə hazırlayırsınızmı? Bunu rəylərdə yazarsınız qızlar. Çünki bəzi xanımlar xoşlamır, deyirlər ki, yəni dondurucuların yeməklərin keyfiyyətini öldürür. Məncə, mən buna çox da inanmıram, amma yəni hər şeyi uyğun üsuluna görə dondurmaq olar deyə düşünürəm. Bugün hava çox gözəl idi. Ona görə qızımla çıxmışdıq. Onu parka filan aparmışdım. Çox gözəl hava var idi. Hava aldıq və gələndə qutumutudan belə demək, bunlar nədir? Belə xırda, necə deyim, nə deyim bunlara, muncuqlar deyim də, belə bir şeylər var içində. Sonra bunları, məsələn üçün ruçkası da var. Ruçka dediyimdə bunu tutmaq üçündür da, yəni. Burada da rəqəmlərlə yəni sıralayıblar. Hansını, məsələn 4-ü sarı rəngdə, 2-ni ağ rəngdə, belə bir. Çox maraqlıdır. Yəni övladınızın 5-6 yaşı varsa, yəni çox sevəcəyi bir şeydir. 1 manat idi qutumutuda bunlar. Qızım da hal-hazırda onları edir. Ona çox maraqlı gəlib, yəni belə bunun üstü kleylidir və o necə deyirlər, əlindəki o muncuqlar yapışır da ora. Çox gözəl. İndi yaşılları edib, indi hal-hazırda çəhrayı rəngi edir. Belə, yəni çox maraqlıdır uşaqlar üçün. Mənim özümə belə maraqlı gəlir və demişəm ki, axırda onu belə çərçivələtəcəm, ya da ki, belə bir yerdən asacaq, göz önündə olacaq ki, onun əl işidir də. Burada çöldən gəlmişdik deyə paltarlar qalmışdı, onları yerləşdirirəm və fikir versəz mənim şifonierimin üzərində, yəni yay-qış paltarlarının bəzilərini istifadə etmədiklərimi ora yerləşdirirəm. Lakin fikirləşirik ki, mebeli inşallah yenə vaxtsa dəyişək, çünki artıq paltar çoxalanda yerləşdirmək olmur. Qızlar, belə bir kofe almışam. Bunu niyə almışam? Üzümə maska edəcəm. Yumurtanın ağı və kofe qarışdırıb üzümə tətbiq edəcəm. Demək, bir xanımda gördüm dünən, dediyinə görə çox effektlidir. Yəni təbii botoks effekti verir, qırışları açır və dərini hamar edir. Ona görə bunu yoxlayacağam. Keçən dəfə sizə etmişdim bloqların birində. Demək, yumru düyünü qaynatmışdım, blenderdan keçirib üzərinə bal əlavə etmişdim. O maska çox işə yarayır. Onu sınamayan varsa, yoxlamayan varsa yoxlasın. Çox effektli maskalardan biridir. Mənim üçün hətta birincisidir deyərdim. Qızlar, 14 fevralda sizə nə hədiyyələr aldılar, rəylərdə yazarsınız. Mənim yoldaşım işdən gələndə belə hərəmizə qızıma bir gül, mənə də bir gül almışdı və belə Mərsinin ən sevdiyim şokoladını almışdı.
Artıq yeyib qurtarmışıq qızımla. Bu qədər qalıb. Həqiqətən şablon kimi görünsə də, yəni hədiyyənin böyüklüyünün, kiçikliyinin heç bir önəmi yoxdur mənim üçün. Əsas olan, mən fikirləşirəm ki, çox qadınlar üçün əsas olan diqqətdir. Bu qazanda edəcəm yağlı çorbasını. Bunu da tam doldurmayacağam çünki çox eləmək istəmirəm də, yəni sulu yemək çox yeyilmir. Deməli qızlar, bunun içinə biraz su alacağam. İndi. Bu arada idmana başlamışam. Evdə idman edirəm. Həmişə etmişəm, yəni amma fasilə vermişdim, ona görə yenidən başladım. Yəni idman edənlər bilir ki, idmana başladıqsa, yəni bir müddət 1-2 ay davam etdirdiksə, idmandan əl çəkmək olmur. Belə su aldım qızlar. Sonra yumru suyu əlavə edəcəm içinə. Bu qaynasın, yumru düyü da yumru düyünü yuyum. Su qaynadıqdan sonra əlavə edəcəm. Yəni hamısını çəkəcəm. Qızlar, su qaynayar. İndi stolun üstünə qoyun, çəkin. Demək, bunun üçün bizə un lazımdır, qatıq lazımdır və bir qab lazımdır. Qabı da tapım. Edəcəm. Bunun üçün bizə lazımdır bir su bardağı, demək, qatıq. Qatığın onsuz da içində çox yoxdur. Ona görə demək qızlar, qatıq əlavə edəcəm. Gözə yarı edirəm mən, amma yəni reseptdə bir su bardağıdır. Fikirləşirəm ki, qatıq çox olsa heç nə olmaz. Burada da onsuz çox yoxdur içində. Bu qədər bəsdir məncə. Belə. Sonra qızlar, bir yumurta lazımdır. Yoldaşım bu necə deyirlər, çorbanı çox bəyənir. Ona görə elə fikirləşdim ki, yedim. Belə, bir də bir un əlavə edəcəm. Hamısını qarışdıracağım, onu biraz da qatıq olsun biraz. Yəni öz zövqünüzə görə artırıb azalda bilərsiniz. İndi çırpıcıyla onu qəşəng çırpın. Baxın belə qarışdırırım. Qısa video çəkirəm. Birazdan yenə qatıq alacağım çünki qatıq azdır. Onda da demək almalı piroq eləyəcəm. Mənim çox sevdiyim almalı piroq var, yaşıl almayla. Onu edəcəm, onu da sizlər üçün qısa video formasında çəkəcəm, paylaşacağım. Qızlar, su qaynayır, artıq düyünü əlavə edə bilərəm. Əlavə etdim. Həm də qısa video formasında çəkirəm, ona görə əlavə edən yerdə çəkdim ki, başa düşülsün də, yəni anlaşılsın short videoda. Belə. Biraz duz da əlavə edim, duzunu atmamışam suya. Bu arada görürsünüz də, yəni necə deyirəm, kuxnanın aboyunu. Mən bu aboyu dəyişib ağ rəngdə etməyi fikirləşirəm. Görək inşallah yaya buranın, bir də koridorun aboyunu ağ rəngə çevirəcək. Məndən olsa bütün evi ağ rəngdə ederim. Çox xoşuma gəlir ağ rəngdə ev. Evin içi ağ rəngdə olsun, az əşya olsun. Yəni sadə olsun. Bir tərəfdən bu yeməyin əsas necə deyirlər püf nöqtəsi, yağı qızdıracağam və içərisinə bir xörək qaşığı demək nanə qurusu əlavə edib qızğın yağda azca 1 dəqiqə filan belə yemək də tam hazır olduqdan sonra üzərinə əlavə edəcəm. Yəni əsas yeməyin püf nöqtəsi. Yəni elə bir çətin bir şey yoxdur. Məncə qızlar, bu arada sizə bir şey deyim. Yəni mənim səsim çox yorğun çıxır, hiss edirəm videolarda, vloqlara baxanda özüm də hiss edirəm. Çox yavaş, yorğun, bir də bilmirəm səs tellərimdə problem var yoxsa nə. Yorulduğum, çox tez yorulur səsim. Yəni indi bu dəqiqə hiss edirəm ki, səsim çox yorulub. Halbuki çox danışan biri deyiləm, yəni çox da danışmamışam. Demək qızlar, sonra nə etdim? Demək bu çorbanın suyundan alıb bu qarışımın içərisinə əlavə edib qarışdırıram ki, qaynar suya tökəndə kəsilməsin də, yəni. İndi bunu əlavə edəcəm. Sadəcə qısa video da çəkirəm, ona görə indi qısa videoya çəkirəm. Deməli, yəni qatılığı belə alındı. Məncə
İdeal oldu da yəni. Əladır. İndi yağla həmin dediyim nane qurusunu qarışdırıb bunun üzərinə əlavə edəcəm və hazırdır. Qızlar baxın, belə yağın içinə bir xörək qaşığı nane qurusu əlavə etdim və belə qızğın yağda 1-2 dəqiqə saxlayıram. Sonra yeməyə əlavə edəcəm. Yeməyi də bir tərəfdən qarışdırıram ki, dibi yapışmasın. Bu qazanlar biraz nazik qazandır. Ona görə tez dibi yapışır. Nane də yanmasın deyə tez bunu söndürürəm. Bu qədər. Baxın belə. Bu alındı. İndi bunu qızlar çox yavaş, bilmirəm. Bunu əslində deyəsən söndürəndən sonra etməliyəm. Çünki üzərimizə, yəni siz də ehtiyatlı olun bunu edərkən. Birdən-birə tökməyin. Əslində söndürdükdən sonra tökmək lazımdır bunu. Baxın belə. Bunu yumağa atın. İndi bunu belə qarışdırırıq. Baxın qızlar, görüntüsü çox gözəl alınır. Dadı da yaxşı olur. Sadəcə mən, yəni bizim mətbəxin doğğa yeməyi daha dadlıdır. Yəni hər cür göyərti vururuq. Çox dadlı olur. Amma bu da yəni sadə bir, məsəl üçün edə bilərsiniz. Özümə yemək qızdırıram. Dolma eləmişdim. Az, balaca bir qazanda. Burada çay qaynamağını gözləyirəm. Çay dəmləyəcəm. Qablarımı filan yumuşam. Piroq eləmişdim. Almalı piroq. Sizin üçün qısa video kimi çəkmişəm. İndi orada çay dəmləyəcəm. Və burada da piroqum bişir. Almalı piroqum. Belə. Burada piroqun, almalı piroqun sosudur. Demək bunun içində nə var? Qızlar, düzdür, qısa videoda çəkmişəm, amma birdən soruşsa, yəni çox dadlı olur bu almalı piroq. Demək içində var qatıq, duru yağ, bir də pesok. Yəni bu tərkibin içində sırf. Bunu axırda üzərinə tökəcəm və o belə necə deyirlər, canına çəkəcək də, lori dildə desək. Və soklu bir piroq olacaq da, çox gözəl olur. Yəni mən əslində çox eləyirəm, düzdür, bu aralar heç etməmişəm, ona görə fikirləşdim ki, bunu da üzərinə tökəcəm. Qızlar, qısa video kimi çəkdim, amma uzun video kimi çəkə bilmədim. Çünki demək çox yoruldum. Həqiqətən o necə deyirlər, vlogerləri filan indi başa düşdüm ki, yəni çox çətindir editləmək, hazırlamaq və hazırlayırsınız, paylaşırsınız. İstədiyiniz kimi alınmayanda, necə deyirlər, bəyəni gəlməyəndə, tələb görməyəndə daha da adam motivasiyadan düşür. Ona görə onları yaxşı başa düşdüm indi. Düzdür, mən bəyəndiyim nəsə görəndə də bəyənməyə çalışıram, izləməyə alıram. Sizdən də bunu xahiş edirəm. Çünki həqiqətən insan motivasiyadan düşür və bir müddətdən sonra artıq görürsən ki, heç bir işə yaramır. Yəni sən görsələr də bəyənmirlər. Onda artıq yəni heç nə etmək istəmirsən. Piroqumu çıxartdım duxovkadan. İndi bunu dökəcəm. Bunun üzərinə birinci qarışdıracağım hər ehtimal. Və birinci həm də bunu doğrayacağım ki, yaxşı belə hopsun da, yəni canına çəksin. Belə. Qızlar, bu qarışımı da tökdüm üzərinə və belə parıldayır həmin an. İndi qoyuram ki, biraz soyusun, özünə gəlsin. Sonra çay da dəmləmişəm, sonra çayla içərik. Kim istəyirsə qızlar, bunun resepti. Əslində bunun üzərinə kişmiş də atırlar. Yəni necə deyim, üzərinə atırlar dediyim, yəni almanı düzəndə üzərinə kişmiş də düzürsüz, qara kişmiş. Onda da çox gözəl görünür qara kişmişlə də. Mənim qara kişmişim yox idi evdə. Ona görə elə sadə elədim. Və nə deyəcəkdim? Demək, bu resepti dəqiqliyi ilə əgər istəyirsinizsə, rəylərdə yazın, mən sizə kanalın adını atacağam. Həmin kanalda hər şey, yəni o kanalda nə varsa, hər şey çox dəqiqliyi ilə deyilir də. Ona görə də necə deyirlər, reseptlər olduğu kimi çox gözəl çıxır. Qızlar, hər vaxtınız xeyir, yeni gündən. Demək, bugün nə edirəm? Bugün baldızım bizə qonaq gələcək nəvəsi ilə. Gözəllə oynasınlar deyə. Gözəl də bugün hazırlığı aparmamışam. Ona görə belə kələm dolması bişirmişəm. Düzdür, evi iyi götürüb. Heç xoşlamıram kələm dolmasını iyi çıxanda evə, amma hər yeri açmışam da belə pəncərələri filan ki, hava çıxsın. Burada belə bilinciklərim var idi, hazırlayıb qoymuşdum. Bu buzdur buradakı. Bunu götürüm. Demək, belə bilinciklərim var. Bunları qızardacağım. Az olsa yenə buzxanadan götürəcəm. Hələ ki çıxardım ki, bunlar açılsın.
Burada da belə demək salat eləmişəm burada. Salat eləmişəm, bulqurum var, nə bilim, piroq elədim dünən axşam. Orada da yayla çorbasından qalıb. Yəni belə belə yeməklər elədim ki, oturaq bir yerdə, maraqlı vaxt keçsin. Belə hər şeyi yumuşam, təmizlədim. Düzdür, yenə gözəl də bu səhər şor çörək istədi məndən, çəkdirdi, amma yemədi. Bunu da özüm yeyəm gərək qalmasın. Bu da piroqumdur. İndi sizin üçün də çəkmişəm yenə də. İndi gedim süfrəmi hazırlayım. Ya sen verme, ben istemiyorum seni. Sen tadına bakıyorsun, elinle veriyorsun, yardımcı versin. Yok, bu dondurmacı daha temiz iş yapıyor. Kakaoluyu baban aldığına göre karamel istiyorum. Ya, Qızlar, belə süfrəni hazırladım. Hələ ki, yəni bircə meyvə qoyacağam o qaba. Armud mürəbbəsi çıxartdım. Sonra dünən belə almalı piroq eləmişdim, onu da qoydum. İndi üzərini örtəcəm, hələ ki belə kloklarla ki qurumasın. Yəni belə hələ ki hazırladım. bak, hayır televizyon seyretmeyeceksin. Elif buraya gel. Al bakayım şunu 110 sayfalık çok güzel bir kitap. Amcamlar bu